Sizə evlənmək üçün nə qədər pul lazımdır? Evlenmek için 100 bin. Niyə 100 min? Çünkü onun cehisi var. Onun çok bahadır da bu dəqiqə her şey. Sizə niyə bahadır? Ne bileyim inflyasiya gedir də dolar günü-gündən qalxır. Ona görə hər şey qalxır. Müəyyən bir büdcən olmalıdır. Evin olsa, maşın olsa, sonra ailə quracaq, ağla sahib olasan, sonra evlənirsən. Yəni təxminən 25 min, 30 min qədər civarı bir şey. Yəni sizin 25 min olsa evlənərsiniz? İndi bu yaşda evlənmərəm, çünki mənim ağlım hələ uşaq ağlı deyə, yetişkin bir yaşda deyiləm. Neçə yaşınız var? 16. Evlənməyə baxır da kim necə baxır. Yəni sizcə təxminən neçə civarda olmalıdır pul? Nə civarda olmalıdır? Əslində pul vacib deyil o qədər də. Evlənməyə istək lazım. Məsələn 20 min azənə bəs eləyər məncə. 20 min manat qədər. Nə qədər məhz 20 min? Məsələn şadlıq sarayı üçün, gəlinlik, bəylik, məsələn bunlar üçün yetər məncə. Sizin 20'niz yoxdur bu dəqiqə hal-hazırda? Xeyr. Olsa evlənərsiniz? Xeyr, hələ düşünmürəm. Məncə hardasa